Ağsu şəhərinin şimalında, tarixi Şirvan bölgəsinin ərazisində yerləşən Şıx Məzid Xanagah kompleksi üzərində aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi nəticələr əldə olunub. Qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci il üzrə çöl tədqiqat planına uyğun olaraq həyata keçirilir. Tədqiqatlara İnstitutun şöbə müdiri, tarix elmləri doktoru Professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Ağsu arxeoloji ekspedisiyası nəzarət edir. Qeyd edək ki, kompleks ilk dəfə 2012-ci ildə Narlı Pir qəbirstanlığına baxış zamanı qeydə alınıb. İlkin mərhələdə 400 kvadrat metrə yaxın sahədə monumental tikinti qalıqları və üzəri saxsı səhənglərlə örtülmüş unikal qəbir kameralar aşkar edilib. Bu qeyri-adi qəbirlər arxeoloji baxımdan regionda analoq olmayan nümunələr sayılır. Abidə haqqın 16-cı əsr Osmanlı müəllifi Xulvi, 19-cu əsr Azərbaycan şairi Seyid Əzim Şirvani və 1926-cı ildə Rus tədqiqatçısı Cəmil Nasifinin qeydlərində də məlumatlara rast gəlinir. Professor Qafar Cəbiyev bildirib ki, mayın 15-dən etibarən aparılan tədqiqatlar zamanı kompleksin şərq hissəsində iri ölçülü, yonulmuş mədən daşlarından hörülmüş divar qalıqlar aşkar edilib. Bu divarlar boyunca 6 hücrə otaq qeydə alınıb və ilkin mərhələdə tədqiq olunub. Hücrələrlə xanagahın giriş portalı arasında 2,5 metr dərinlikdə daha bir divar aşkarlanıb. Qalınlığı 1 metrdən çox olan bu divarın digər tikinlərlə əlaqəsi yoxdur. Bu da kompleksdə tikintinin ən azı 2 mərhələdə aparıldığını göstərir, deyə alim vurğulayıb. Onun sözlərinə görə tikinti zamanı kirəc əsaslı möhkəmləndirici qarışıqlardan da istifadə edilib. Ərazidə mədəni təbəqənin azlığı isə burada dini fəaliyyətin fasilələrlə aparıldığını ehtimal etməyə əsas verir. Tapıntılar əsasən az sayda çaşı fraqmentləri, bişmiş kərpic və gündəlik keramika nümunələrindən ibarətdir. Türk dünyasının mühüm xanagah komplekslərindən biri kimi dəyərləndirilən Şıx Məzid Xanagahı üzərində hazırda kompleks və çoxşaxəli tədqiqatlar aparılır. Professor Qafar Cəbiyevin sözlərinə görə bu yanaşma təkcə memarlıq və arxeologiya ilə məhdudlaşmır, həm də etnoqrafik, epiqrafik və dini mədəni aspektləri əhatə edir. Bu kompleksin geniş şəkildə öyrənilməsi həm Azərbaycanın, həm də ümumilikdə Türk İslam dünyasının mədəni irsinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, deyə alim qeyd edib. Türbədə də mühüm tapıntılar əldə olunub. Kompleksin tərkib hissəsi olan Narlı Pir qəbirstanlığı ərazisindəki Şıx Məzid türbəsində də paralel arxeoloji qazıntılar aparılıb. Əldə olunan nəticələr türbənin tarixçəsinə və strukturuna dair maraqlı faktları üzə çıxarıb. Ekspedisiyanın üzvü tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bildirdiyinə görə türbə 20-ci əsrin 30-cu illərində Allahsızlar cəmiyyəti tərəfindən tamamilə dağıdılıb. 1989-cu ildə Memar Xanlar Hüseynovun layihəsi əsasında türbənin özül üzərində yenidən qurum aparılıb. 8 güşəli planla hörülmüş divarlar oda davamlı bişmiş kərpicdən inşa edilib. Türbənin içərisindəki nar ağacı olduğuna görə qəbirstanlıq Narlı Pir adı ilə tanınır, deyə Fariz Xəlilli bildirib. Türbənin içərisində aparılan qazıntılar zamanı kərpic döşəmə qiblə istiqamətində qəbir yeri, sərdabənin üzərindəki əhəng daşı, plitələr və onların altında tağlı bişmiş kərpic tikili aşkar edilib. Sərdabənin içərisinə müxtəlif dövrlərə aid çaşı fraqmentləri, saxsı qab hissələri, dəmir mismarlar, nal, mis, sikkələr və şüşə-qab nümunələri tapılıb. Fariz Xəlili qeyd edib ki, türbənin qapısının şərq tərəfdə yerləşdiyi ehtimal olunub və bu istiqamətdə aparılan yoxlama qazıntısı nəticəsində bu versiya təsdiqini tapıb. Üzərində pləkan funksiyasını daşıyan blok daş döşəmənin tapılması, həmçinin divar özülünə qədər aparılan qazıntı nəticəsində aşkarlanan tikinti üsulları, türbənin planlaşdırılması və funksional strukturu haqqında daha aydın məlumat verir. Mütəxəssislər hesab edirlər ki, Şıx Məzid Xanagah kompleksi Azərbaycanın İslam dövrü memarlığı və dini mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji abidədir. Onun Türk İslam dünyası kontekstində əhəmiyyətini nəzərə alaraq burada aparılan kompleks tədqiqatlar yaxın gələcəkdə geniş beynəlxalq marağa səbəb ola bilər. Məzid arxeoloji kompleksi tədqiqinə biz 2012-ci ildə ilkin olaraq başlamışıq. Daha doğrusu 2012-ci ilə qədər burada belə bir abidə olduğu heç kəsə bəlli deyildi. Lakin burada müəyyən torpaq işləri görülərkən tikintinin ilkin əlamətləri hiss olundu və biz kəşfiyyat xarakterli axtarışlara başladıq və xanagah kompleksinin müəyyən hissələri, divar qalıqları üzə çıxdı. O zamandan müəyyən fasilələr yarandı, tədqiqat davam etdirilmədi. Son vaxtlar Milli Elmlər Akademiyasının strukturunda İslam dövrü arxeologiyası şöbəsi yaranılıb və mən o şöbənin rəhbəri olaraq bu istiqamət bizim üçün əsas prioritet istiqamət olaraq müəyyən edilmişdir. Biz hələlik bu istiqamətdə daha möhtəşəm abidə olaraq
Ağsu ərazisindəki bu kompleksin araşdırılmasından başladıq. Belə bir abidənin öyrənilməsi üçün təkcə Azərbaycan alimləri deyil, bütövlükdə Türk dünyasının alimləri, İslam dünyasının alimləri, arxeoloqları, mədəniyyətşünasları, memarları maraqlıdırlar. Və tədqiqatların gedişatı siz də görürsünüz ki, ərazi seçməkdə, abidə seçməkdə yanılmamışıq. Burada həqiqətən dövrünün çox möhtəşəm bir tikintisi aşkar olunub. Tikinti ilə, bu Xanacaq kompleksi ilə yanaşı ətrafda məzarlıqlar var. Dünyada hələlik analoqu bəlli olmayan məzarlıqlardır. Üstü saxsı səhənglərlə örtülmüş qəbirlər aşkar olunub. Yaxınlıqda çox görkəmli bir yaxşı vəziyyətdə olan bünövrə hissəsi aşkar olunub, artıq türbə mövcuddur. Və Xanacaq kompleksin artıq müəyyən eləmişik, hər bir tərəfindən kənarları boyunca şərqdə, qərbdə, cənubda, şimalda çoxsaylı hücrələr mövcuddur. Bunlar isə görünür zamanəsinin təhsilindən, elmindən, deyək ki, bu hisslərdən xəbər verir. Yəni hücrələr varsa, bunlar kimlərisə öyrətmək üçündür, kimlərisə nəylərləsə məlumatlandırmaq məqsəd daşıyan bir şeylərdir. Narlı Pir qəbristanlığı ərazisində yerləşən Şıxməzid türbəsində 2025-ci ilin may-iyun aylarında tədqiqat aparılmışdır. Bu hissədə əsas iki məqama diqqət yetirilmişdir. Sərdabənin öyrənilməsi və türbənin giriş qapısının yerinin müəyyənləşdirilməsi olmuşdur. Türbənin giriş qapısının yeri şərq hissədən olmaqla müəyyənləşdirilmişdir. Hətta orada bişmiş kərpicdən döşəmə və çay daşından blok daşı üzərində, yəni kandar kimi onu istifadə edib türbənin içərisinə daxil olurmuşlar. Amma türbənin Sərdabə hissəsində də tədqiqat işləri apararkən çoxlu sayda kaşılar, 8 güşəli, 4 tilli kaşılar aşkar olunmuşdur. Bu kaşı nümunələri yəni firuzəyi rəngdə və ağ, bəziləri firuzəyi rəngdə, bəziləri ağ şir olmaqla deməli təsvirli kaşılardır. Buradan çoxlu sayda yerli sakinlərin buranı ziyarət eləyərkən nəinki yəni müasir dövrdə, həm də Şirvanşahlar dövründə, Şirvan xanlığı dövründə istifadə etdiyi pul nümunələri qəbrin Sərdabə hissəsindən aşkar olunmuşdur. Bununla yanaşı qeyd edilmək lazımdır ki, bu ərazi, bu gördüyümüz Şıxməzid arxeoloji kompleksi Mədəniyyət Nazirliyinin nəzdində olan Orta Əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunun anklav ərazisidir və bura dövlət tərəfindən qorunur. Bura qoruq tərəfindən mütəmadi olaraq ekskursiyalar təşkil olunur. Agil Əsədov, Nilufər Qəhrəmanova, Ağsu.